Şeir kimi adı olan liqa başlayır. La Liqa azarkeşlərinin gözləri aydın olsun. Düz futboldasız. Galatasaray xal itirəndən sonra Gənclər Birliyi qımışır. Fenerbahçe ilə oynayır axı. Çünki Cimbom nə vaxt xal itirsə, Fener də əzəli rəqibini tək qoymur. Bu komandanın üzərində əməlli başlı lənət var. Aziz başqan da çarəsini Hacı İsmaili gətirməklə tapdı. Yıldırım kisənin ağzını əməlli açıb. Düzdür, bu oyunda böyük ehtimal ki meydana çıxmayacaq. Heç Çempionlar Liqasının play-offundakı Lyonla oyunların da iştirak ərizəsinə salınmayıb. Amma sənə deyim, tam yerini tapıb ha. Fənərin qapısı problemi də həll olunmayıb. Heyətində Ederson, Mert Günok kimi oyunçular olsun. Amma son dəqiqə dəyişikliyi olmasa, qapıda Tarık Çetin olacaq. Gənclər də keçən il son turda Trabzonu udaraq 2 xal fərqlə liqada qalmağı bacardılar. Keçən mövsümü Fenerbahçedə keçirən İrfancan Eyribayat indi Gənclər Birliyindədir. Chelsea'dan icarəyə götürdükləri Sekou Koytanın da transfer haqlarına yiyələniblər. Salih Uçan və Kevin Rodriguez də bu mövsüm paytaxt təmsilçisi üçün tər tökəcək. Deyim keçən ilkindən yaxşıdırlar? Yox. Açığı Fenerbahçe qarşısında çox şansları olacağını düşünmürəm. Qaradəniz Fırtınası da bu mövsüm ilk oyununa çıxır. Salaha bu oyunda görə biləcəyik ya yox bilmirəm. Amma sizə deyim, keçən ilkindən fərqli olaraq bu mövsüm Trabzonun o qədər də uğurlu olacağını düşünmürəm. Hələ Darwin Nunez də yoldadır. Onlarla Trabzondakı oyununu görməsəm, deyərdim ki, Nunez gəlir hamısı sevərlərin əsəbləri ilə oynamağa. Amma kim bilir, bəlkə elə burada uğurlu olacaq. Türkiyə Süper Liqasında günün digər oyunları Konya Rize, Gaziantep Alanyadır. İzləyək. Danışmağa maraqlı söhbət olsa, birinci gün deyərəm. Kəpəz futbolçuları oyundan əvvəl dəhliz düzəltsinlər. Avropadakı yeni qürurumuz Premier Liqada ilk oyununa çıxır. Valdas Dambrauskas heyətdə kimlərə istirahət verəcək bilmirəm. Amma bu kəpəzi udmağa sabahın ikinci heyəti də bəs eləyər. Yenə Azər Məmmədovu gətiriblər. Kəpəzdə məncə problem baş məşqçi deyil. Ötən günlərdə söhbət yayıldı ki, Gəncəli bəzi iş adamları kəpəzi satın almaq istəyir. Amma bu ticarət baş tutmadı. Onlar da getdilər Cəbrayılı aldılar, adını dəyişib Gəncəbasar elədilər. Bir də gördünüz kəpəzi bu il yola salıb Gəncəbasarı qarşıladıq. Premier Liqamızda digər oyun 18:30-da başlayacaq. Öz aramızdır. Bakı İmişliyə Naxçıvandan daha yaxındır ya. Portuqaliyalı mütəxəssisi göndərib gənc Fərid Namazova şans veriblər. 34 yaşlı baş məşqçinin sərəncamında bu dəfə daha az legioner var. Bu mövsüm Portuqaliya 3-cü liqasından komandaya Pikas qatılıb. Qalanı öz müşkillərdir. Öz klublarında tənqidlərdən baş götürüb qaçan Yusif İmanovlu Azər Salahlı İmişlinin yeni transferlərindəndir. Dünən Turan-Qəbələ oyununda meydanda cəmi 2 Azərbaycanlı görəndə lap ürəyim ağrıdı. Ümid edirəm bu qarşılaşmada bizimkilər legioner oynadanları haqlı çıxarmaz. Ürəyiniz çəkilməsin. Gəldi İspaniya liqasına. Birinci turun oyunlarını düz 12 günə yayıb.